Salam, hər vaxtınız xeyir olsun. Zəif ürəyin əlamətlərini bir-bir sizə sadalamaq istəyirəm. Birincisi, tez-tez nəbzin vurması. Tez-tez nəbzin vurması zamanı birinci növbədə sakitləşməyinizi tövsiyə edirəm. Bu çox vaxt narahatçılıq fonunda yaranmış olur və sonra da keçir, gedir. Bir neçə dəqiqədən sonra nəbzinizi bir də saymağı tövsiyə edirəm və əgər sakitləşibsə, çox yaxşı, sakitləşməyibsə onda bir problem olaraq bunu nəzərinizdə tutub həkimə müraciət etməlisiniz. İkinci, fiziki gərginlikdən sonra ürək döyünmələrinin əvvəlki vəziyyətinə qayıtmaması. Bu zamanda sakitliyinizi qorumağa çalışın. Çox vaxt, məsələn, yuxudan durduqda, kəskin hərəkət etdikdə belə hallar olur. Bir neçə dəqiqədən sonra oturub durun, bir neçə dəfə və nəbzinizi bir də sayın. Əgər əvvəlki vəziyyətinə qayıtmırsa, onda həkimə müraciət etmək mütləqdir. Üçüncü əlamət tək-tək ürək döyünmələri. Dördüncü əlamət döş qəfəsində olan ağrılar. Döş qəfəsində olan ağrılar çox vaxt ürək çaşınmazlığının göstəricisi olur. Beşinci əlamət təngənəfəslik. Təngənəfəslik zamanı insan çətin nəfəs alır. Burada xüsusi diqqət yetirmək lazımdır ki, bu dünən olubmu, baş verirmi, ya bu günləri qəflətənmi baş verir. Növbəti əlamət ayaqlarda şişkinlik. Ayaqlarda şişkinlik zamanı müşahidə olunan ilk əlamət corabın rezin yerindəki dərin izdir. Yəni bu həm ürək çaşınmazlığı nəticəsində ola bilər, həm də vena damarlarındakı problemlə əlaqədar ola bilər. Və nəhayət hündür yastıqda yatmaq həvəsi. Belə insanlar düz vəziyyətdə yata bilmirlər və hündür yastıq tapıb orada rahatlıq tapırlar. Bu da zəif ürəkdə olan problemdən xəbər verir. Bütün hallarda həkimə müraciət edib, müayinə olunub, diaqnoz qoyulub, müalicə olunmağınız vacibdir. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.